Salam əziz izləyicilər, xoş gördük. Bugün sizinlə həqiqətən də çox xüsusi və maraqlı bir izahlı dərsimiz olacaq. Bir ingilis dili müəllimi olaraq hər zaman görürəm ki, tələbələr ən çox bu məşhur phrasal verbs, yəni frazoloji feillərdə çətinlik çəkirlər. Amma narahat olmayın, bugün onları lüğətinizə ən təbii, ən asan şəkildə necə daxil edə biləcəyinizi kəşf edəcəyik. Söz verirəm, bugün quru əzbərçilikdən uzaq olacağıq. Gəlin, bu maraqlı səyahətə birlikdə başlayaq. Bugünkü masterklassımızın əsas mövzusu Unit 4 Hobby, Sport and Games, yəni hobbilər, idman və oyunlardır. İndi, bilirsiniz bu izahı fərqli edən nədir? Biz yeni sözləri öyrənmək üçün idmançı strategiyası adlandırdığım xüsusi bir metoddan istifadə edəcəyik. Bəli, lüğət bazası formalaşdırmağı tamamilə bir idmançının sıfırdan başlayıb o çempionluğa qədər uzanan yoluna bənzədəcəyik. Çox maraqlı olacaq. Dərsimizin qısa planına gəlin birlikdə baxaq. Deməli, birinci, idmançı strategiyasına giriş edəcəyik, sonra ardıcıl olaraq 4 fərqli fazadan keçəcəyik, hobbiyə başlamaq, düzüm və davamlılıq, planların dəyişməsi və nəhayət aksiya və nəticə. Sonda isə lüğət xülasəsi və kiçik bir tapşırıqla dərsimizi yekunlaşdıracağıq. Ümumilikdə 14 dənə yepyeni frazeoloji feil öyrənəcəyik. İlk olaraq idmançı strategiyasına giriş. Yaxşı, gəlin əsas mətləbə keçək. İndi sizdən istəyim budur. Özünüzü bir anlıq idmançı kimi təsəvvür edin. Zehninizi eyni ilə qaçış zolağına çıxan bir atlet kimi hazırlayın. Çünki, inanın mənə, yeni lüğət öyrənmək də elə bir idman növü kimidir. Xüsusi texnika və strategiya tələb edir. Bu gördüyünüz qrafik bizim bugünkü yol xəritəmizdir. Fikir verin, biz sözləri qaçış zolağı üzərində 4 zonaya bölmüşük. Başlamaq, davam etmək, plan dəyişikliyi və aksiya və nəticə. Sözləri belə addımlarla hekayə şəklində qruplaşdırmaq beynimiz üçün inanılmaz dərəcədə asandır. Qarmaqarışıq siyahılar yerinə məntiqi bir hekayə ilə öyrənirik. Və beləliklə, faza 1, hobbiyə başlamaq. Budur, start xəttindəyik. Bütün o yeni vərdişlər, maraqlar məhz burada başlayır. Gəlin ilk olaraq başlamaq mənasını verən iki feillə tanış olaq. Take up və take to. Mənbəmizə sadiq qalaraq, gəlin bunları əvvəlcə ingiliscə, sonra isə Azərbaycanca incələyək. Take up, to start a new hobby, sport or activity. Yəni, yeni hobbiyə, idmana başlamaq, həmçinin yer və ya vaxt tutmaq. Nümunəmizə baxaq. I decided to take up tennis to stay fit. Formada qalmaq üçün tenisə başlamağa qərar verdim. Bəs take to nədir? To start doing something regularly as a habit. Yəni, vərdiş etmək, vərdiş halında bir şeyə başlamaq. Məsələn, he took to waking up at 6 a.m. for a run. O, qaçmaq üçün səhər saat 6-da oyanmağa vərdiş etdi. Fikir verdinizsə, birində qərar verib başlayırıq, digərində isə proses tədricən vərdişə çevrilir. İndi isə fəaliyyətə, oyuna daxil olmağı ifadə edən go in for və join in feillərinə baxaq. Go in for, to enter a competition or enjoy a particular hobby. Yarışmaya qatılmaq və ya bir hobbini xoşlamaq. Are you going in for the swimming tournament? Üzgüçülük turnirinə qatılırsan. Digəri isə join in, to participate in an activity with other people. Bu tamamilə başqadır, iştirak etmək, qoşulmaq deməkdir. Daha çox dostlarla birlikdə əyləncəyə qatılmaq. Məsələn, we are playing volleyball, come and join in. Biz voleybol oynuyoruq, gəl və bizə qoşul. Görürsünüz, burada sadəcə dost yönümlü bir dəvət var. Bu növbəti ifadə yəqin ki, çoxumuzun həyatına birbaşa toxunur. Təqvimə diqqət yetirin. Nə qədər olur ki, nəsə etməyi istəyirik, amma heç cür vaxt tapa bilmirik. Get round to. To finally do something you have intended to do for a long time. Yəni, uzun müddət planladıqdan sonra nəhayət ki, vaxt tapıb başlamaq. Nümunə. I finally got round to cleaning my golf clubs. Nəhayət vaxt tapıb golf çubuqlarımı təmizlədim. Şəxsən mənim ən sevdiyim və ən çox istifadə etdiyim feillərdən biridir. İndi isə sizə çox vacib bir sualım var. Hər şeyi böyük həvəslə başladıq, vaxta tapdıq, bəs o ilkin həyəcan yavaş-yavaş sönəndə, motivasiyamız azaldıqda və ilk çətinliklərlə üzləşdikdə nə baş verir? Əsl idmançı iradəsi məhz o zaman sınağa çəkilir, elə deyilmi? Bu da bizi gətirir faza 2-yə, dözüm və davamlılıq. Bu mərhələ dostlar tamamilə iradənin yoxlanması ilə bağlıdır. Qrafikdəki o stamina meter, yəni dözüm göstəricisinə baxın. Carry on. To continue doing something, sadəcə olaraq davam etmək. Despite the rain, they carried on playing the match. Yağışa baxmayaraq, onlar maçı oynamağa davam etdilər. Amma bəzən sadəcə davam etmək bəs etmir, dözmək lazım gəlir. Burada işə düşür put up with.
To tolerate or endure something unpleasant. Dözmək, tab gətirmək. Athletes have to put up with a lot of physical pain. İdmançılar çoxlu fiziki ağrılara dözməlidirlər. Biri əzmlə davam etməkdir, digəri isə xoşagəlməz bir şeyə, məsələn, ağrıya tab gətirmək. Amma etiraf edək ki, dözüm mərhələsində bəzən qaydalardan kənara çıxmalar da olur. Düzdür? Bu gizli oğru ikonuna bir baxın. Get up to. To do something, especially something you should not do. Məşğul olmaq, amma adətən edilməməli olan, bəzən də gizli, nadinc bir işlə məşğul olmaq mənasında. What did the children get up to while we were away? Biz evdə olmayanda uşaqlar nə ilə məşğul olurdular? Yəni, görən yeni nə işlər qarışdırıblar mənasında. Çox təbii və gündəlik istifadə olunan bir ifadədir. Davam edirik. Həyat axı heç vaxt düz xətt üzrə getmir. Bəs idman yarışlarında və ya elə öz həyatımızda planlar tamamilə gözlənilmədən dəyişdikdə necə uyğunlaşırıq? Atletlər cədvəlin belə qəfil çökməsinə necə reaksiya verirlər? Gəlin baxaq. Faza 3. Planların dəyişməsi. Bu bölmədə biz tamamilə vaxtı idarə etməklə bağlı feilləri öyrənəcəyik. O qarşı-qarşıya duran oxlara baxın. Bring forward. Tarixi və ya vaxtı önə çəkmək, yəni tədbiri daha tez etmək. The match was brought forward to Friday. Maç cümə gününə önə çəkildi. Bunun düz əksi isə put off feilidir, təxirə salmaq. The tournament was put off due to bad weather. Pis hava səbəbindən turnir təxirə salındı. Çox vaxt planlarımız məhz bu iki feil arasında gedib gəlir. Amma təəssüf ki, dəyişikliklər hər zaman sadəcə vaxtla bitmir. Bəzən idmançının karyerasında daha mənfi, daha kəskin dönüşlər olur. Go off. To stop liking someone or something. Soyumaq, artıq xoşlamamaq. Yəni o ilk həvəsin tamamilə sönməsi. I went off football after my knee injury. Dizimdəki zədədən sonra futboldan soyudum. Və bundan da ciddi bir situasiya, pull out. To withdraw from an activity. Geri çəkilmək, iştirakdan tamamilə imtina etmək. The runner had to pull out of the race because of a cramp. Qaçışçı əzələ spazmı səbəbindən yarışdan geri çəkilməli oldu. Və nəhayət, faza 4. Aksiya və nəticə. Artıq ən dinamik, ən həlledici necə deyərlər, qan tər içində olduğumuz mərhələdəyik. Boks əlceqrafiki hər şeyi izah edir məncə. Knockout. To eliminate someone from a competition. To make someone unconscious. Yarışdan kənarlaşdırmaq, məğlub etmək və ya huşunu itirmək. Elə dilimizdə də knockout etmək deyirik. He was knocked out in the semifinals. O, yarım finalda yarışdan kənarlaşdırıldı. Bu, hekayənin ən kəskin, qəti nəticəsidir. Təbii ki, oyunun ən qızğın çağında təhlükələr qaçılmazdı. Bu xəbərdarlıq işarəsinə baxın. Look out. To be careful or vigilant. Ehtiyatlı olmaq, diqqətli olmaq. Look out. The ball is coming right at you. Ehtiyatlı ol. Top düz sənə tərəf gəlir. Hətta bu cümləni oxuyarkən belə səs tonumuzdakı o həyəcanı, o enerjini hiss etməliyik. Bu, əsl aksiyadır. İndi isə ən sonda lüğət xülasəsi və tapşırıq. Təbrik edirəm sizi. İdmançı strategiyamızı istifadə edərək bu 4 zonanın hər birini uğurla başa vurdunuz. İndi isə o öyrəndiklərimizi yaddaşımıza bir dəfəlik həkk etmək üçün gəlin sürətli bir xülasə edək. Hazırsınız? Başladıq. Take up, başlamaq. Take two, vərdiş etmək. Go in for, qatılmaq. Join in, qoşulmaq. Get round to, nəhayət başlamaq. Carry on, davam etmək. Put up with, dözmək. Get up to, məşğul olmaq gizli işlərlə. Bring forward, önə çəkmək. Put off, təxirə salmaq. Go off, soymaq. Pull out, geri çəkilmək. Knock out, kənarlaşdırmaq. Look out, ehtiyatlı olmaq. Mükəmməl. Bəli dostlar, bu mərhələlərin necə işlədiyini, hansı məqamda hansı sözün yerinə düşdüyünü artıq dəqiqliklə bilirsiniz. Oyunun qaydalarını mənimsədiniz, lüğətiniz genişləndi. Amma iş bununla bitmir. İndi sıra tamamilə sizdədir. Öz cümlələrinizi quraraq bu sözləri aktiv şəkildə istifadə etməyə başlamalısınız. Və mənim sizə bugün üçün son bir sualım var. Bugün kəşf etdiyiniz bu 14 feildən hansını elə bugün real həyatda ilk olaraq istifadə edəcəksiniz? Sizin hazırki vəziyyətinizi ən yaxşı hansı feil təsvir edir? Bəlkə bir şeyə take up edəcəksiniz ya da nəhayət nəsə etməyə get round to deyəcəksiniz. Seçiminizi edin və dərhal tətbiq edin. Növbəti izahlı dərslərimizdə görüşənədək özünüzə yaxşı baxın və uğurlar.